Çünki Allah Azze ve Celle bizdən insanları namaza dəvət etməyimizi istəmir. Allah bizdən insanları oruca dəvət etməyimizi istəmir. Allah bizdən insanları Allaha qul olmağımızı, Allaha təslim olmağımızı istəyir. Ki insan Allaha qul olarsa, Allahın əmr etdiyi namazı da qılar, Allahın əmr etdiyi orucu da tutar. Allah Azze ve Celle öz peyğəmbərinə, hansı ki bu kəlmə, la ilahə illallah kəlməsi, sahabə bu kəlmə üçün ölüb, ailələr itkin düşüb. Allah Azze ve Celle Mədinə kimi bir yerdə Peyğəmbər sallallahu aleyhi və səlləmə ayə nazil edir. Fə'ləm ənəhu la ilahə illallah. Ey Muhammed, bil ki Allahdan başqa ilah yoxdur. Peyğəmbər sallallahu aleyhi və səlləm sahabəsini Mədinəyə göndərəndə ona dedi ki, onlara anlatacağın ilk şey la ilahə illallah olsun. Peyğəmbər sallallahu aleyhi və səlləm insanları namaza dəvət etmədi. İnsanları oruca dəvət etmədi. İnsanları həccə dəvət etmədi. İlk dəvət etmiş olduğu şey la ilahə illallah oldu. Çünki insan la ilahə illallahı başa düşməsə, la ilahə illallahın nə olduğunu bilməsə, insan Allah haqqı ilə qul ola bilməz. Allahın kim olduğunu bilməsə, Allahın nələrə qadir olduğunu bilməsə, Allaha haqqı ilə qul ola bilməz. Rəbbini tanımasa qul ola bilməz.